Mən Tuapse, bilirsiniz necə? Bax, paralel gətirmək bu çox önəmlidir. Tuapse şəhəri, bilirsiniz də, indi qara bulud, neft yağışı yağır orada filan, hər şeydə. Fikir verin, bunları mən deyəndə daha heç kim demir. Bəssə, Kamran, oturmuşuq burada, kef deyirsən, aranı qatırsan da, bəs gündə bir kənd alırıq, gelirik ki, biz deyir, Slavut işləyik, giririk içəri, biz deyir özdə, alçaq. Giririk deyir içəri, orada nasıl uşaqlar ölür, Ukrayna xakolları bizə nə eləyəcək, belə da demirlər. Yoxdur da onlar. Harada oturmuşsa, Tuapse'də oturmuşsa. Artıq ruslar özləri danışırlar. Mən dediklərimi, 5 il burada dediklərimi, indi daha mən lazım görürəm. Özləri danışırlar, özləri. Çəkirlər və qoyurlar ki, yanırıq. Orada yalan danışırlar deyir. O Solovyov da yalan danışır, Simonyan da yalan danışır deyir, Skarabeyeva da yalan danışır, Popov da yalan danışır, Jopov da yalan danışır. Sonra Tyutkin də, Pupkin də hamısı yalan danışırlar. Tuapse'dən çəkib onu qoyurlar. Və nə deyirsən? İnterneti bağlayırlar. Moskvada hər yerdə ki, bunlar çəkib qoymasınlar və yaxud da o çəkənləri tutsunlar. Artıq o da keşif, həbs eləyə bilmirlər. Çünki bir nəfər çəkmir, hamı çəkir. Bütün Tuapse çəkir. Amma həmən o ifunətli nənələr cəmi 4 il bundan əvvəl Z, özə Latın əlifbasının Z-ini bütün hər yerə çəkib qışqırırdılar ki, hər yer Rusiya olacaq. Biz bütün Avropanı Portuqaliya kimi alacağıq. Hələ Rusiyanı saxlayın, görüm saxlaya biləcəksinizmi? Baxın, bir balaca tarixi ekskursiya eləyək, hara gəldi çıxdı onların o qışqırığı. Bu Tuapse'dir. 5 марта на территории всей Кубани стартовал массовый автопробег в поддержку армии. 8 марта наших военнослужащих, проводящих специальную операцию на Украине, а также ДНР и ЛНР, поддержали и в Туапсе. Больше сотни автомобилей днем собрались на улице Карла Маркса вблизи кинотеатра «Родина». Водители готовили свои машины, закрепляли флаги России и наносили на стекла знак Z за победу. Очень боимся. Это слово. Бомбят и все. Мысли понимания, что это уже настоящее. Это у нас везде. И в тазик, вот в корыте, вот на лужах. Это просто жесть. Чувствовали себя незащищенными. Вообще полностью. Мы не защищены. Это очень обидно. Почему наших детей Həmən nələrdir? Стыдно, что с нами так обращаются. Мы в подъездах стоим, когда бомбежка идет. Это не жизнь вообще. Люди задыхаются, ходят в масках. Вот так и живем. Мы подыхаем тут как твари, нахуй! Подыхаем! Здравия желаю! Вот такое у нас сейчас 1 мая в городе Герой Туапсе. С праздником, дорогие товарищи! С праздником вас, дорогие товарищи! Gördünüz? Hardan hara? Cəmi 4 ilə. İlişib qalıb orada. Taxtabaş deməklə də öyle. İlişib qalıb bataqlıqda və məğlub olur. Rusiya dağılır. Və dağılacaq da. Məni Rusiyanın dağılması çox sevindirir. Çünki o imperiya bizim başımıza oyunu gətirib. Həm İrəvanda, həm Bakıda, həm Zəngəzuru alıb verib onlara, həm erməniləri köçürdü. Həm Xocalıda, həm 20 yanvarda, hər yerdə bunun imzası var bu imperiyanın. Dağılması mənim üçün əladır. Ən belə işıqlı babalarımızı gəlib gülləliyib, o dağılması mənim üçün əladır. Mən özümdən danışıram. Mənim kimi milyonlar üçün əladır. Amma ancaq oradakı soydaşlarımı düşünürəm. Ancaq onların, mən milliyətçiyəm, bax belədir, mən ancaq onları düşünürəm. Kimsə ona görə məni təyin eləyə bilərsə, bu eləsin, özü bilər. Mən oradakı bizim soydaşları düşünürəm. Soydaş deyəndə fikirləşməyin ancaq ki, türkləri deyir, amma o Talış olsun, Ləzgi olsun, Avar olsun, yəni Azərbaycanlılardan gedir söhbət. Ancaq onlar mənim soydaşımdır, mən onları düşünürəm. Peterburqda olanları da, Moskvada olanları da. Ora dağılır və bu əli silahlılar geri qaydacaqlar. Mən onu 5 ildir buradan deyirəm. İndi özləri deyirlər. Yanır Tuapse. Qaradənizin sahilinə Çerkeslər, Tuapse bilirsiniz, Çerkez dilində olan sözlərdir hamısı. Orada adları dəyişib, Lazarevska, Mazarevska deyirlər, amma bu Çerkeslərin torpağıdır. Orada işğal olunmuş yerdir. Orada ubıqlarla, tarixi xalqdır, Qafqaz xalqı, Çerkeslər yaşayıblar ömür boyu. Gəlib onları qanına qaytan eləyiblər. İndi Çerkeslər gedib bunlar üçün orada Ukraynada ölürlər. Hələ bunların da 5-6 ağsaqqalı da qayıdır ki, biz ne şey deyək, Rusiya üçün ölürük. Biz burada Rusiya yazıb idman çıxırlar, o Çerkeslər filan. Mən indi obrazı Çerkeslər deyirəm. Amma Tuapse Çerkeslərin şəhəridir. Sözdə Çerkez dilindədir. Yəni adıq dilindədir də. Çerkezlər də, Abxazlar da bunlar adıqdırlar. Yəni
İndi hemen o ifunətli nənə gördüyünüz kimi ifunətli o oturmuş deyə telinaşkada ifunətdən yaxın gələn məsələn ona mən sizə söz deyirəm. Doğrudan belədir. Ne üçün elədir onu bilmirəm amma belədir. Ne üçün də siz də bilirsiniz ne üçün. O ifunətli nənə indi bizə baxırlar, bizi vururlar. Bəs Z dayanıb bütün dünyanın üstünə cumuzdur. Sən nə qol qanat vermirsən də ona da. Al payını. Her şey bumerang.